Salamlar, saygılar, değerli ve sevimli soydaşlar, aziz Azerbaycan Türk Millət, dünyanın her bir yerine biz görüşeceksiniz. Hoş gördük. Yeni bir danışıqdan qulluğunuzdayıq. İnşallah birazdan necə ki, önceden de anonsunu yazmışıq. Değerli bir tanınmış milli faalımız Sami Benyamin Qəmbərli Zarfarı Kuzey Azərbaycandan beraber olacaq. Bugün iki konu hakkında danışımız olacaq. İran ve Ermənistan hərbi təlimat hakkında ki, bu mesaj kiməydi İran bu halda, bu vəziyyətdə o kadar özün içinde ya diş meselesinde problemlerine rağmen gelip Ermenistan'dan da bir daha hərbi təlimat geçirdi. Ve ikinci konumuz, en önemli konumuzlarımızdan biridir. İran-Amerika oturumuydu Umman'da, Məskətdə. O vaxtda Benyamin müəllimdən suallarımız olacaq, soruşacaq ve inşallah siz əzizlərimiz oturup bizlə sonuna kadar olacak. Sami Benyamin müəllim, sizə çox xoş gördük. Önceden təşəkkürümüzü bildiririk. Varsınız, buyurun Benyamin müəllim. Sağ olun Araz bəy. Mən də sizi, bütün izləyicilərimizi salamlayıram. Yaxşı bir yayın arzulayıram. Çox yaşayasınız. Mən təşəkkür bildirirəm əziz Benyamin müəllim. Benyamin müəllim, İran-Ermənistan hərbi təlimatından danışımızı başlayaq. Bildiniz ki, İran Ermənistanla bir hərbi təlimatı keçdi və siz bunu necə dəyərləndirirsiniz və bu mesajın kimlərə ya hansı dövlətə görürsünüz? Bir daha Araz bəy, sizi də dünyaya səpələnmiş soydaşlarımızı da salamlayıram. Azərbaycan uğrunda şəhid olanlarımız var. Onları hörmətlə, sayğı ilə, rəhmətlə anıram, yad eləyirəm. Məhbəsdə olanlarımız var. Tezliklə onların azadlığına qovuşmasını və bizlərlə bir sırada Azərbaycanın güneyinin azadlığı və bütöv Azərbaycan uğrunda mübarizə aparmalarını diləyirəm. Verdiği sualla bağlı burada əslində mesajlar çoxdur. Yəni bir tərəfdən Ermənistanın verdiği mesajlar var. Bir tərəfdən İranın verdiği mesajlar var. Həm Ermənistanın, həm İranın ortaq bir mesajı Azərbaycandır. Amma Ermənistanın deyək ki, öz himayədarlarına bir mesajı var ki, bax görürsünüz, biz fəallıq, biz ordumuzu formalaşdırırıq, biz ordumuzu gücləndiririk. Digər deyək ki, Ermənistan daxilindəki müxalifətə də, Ermənistan daxilindəki Ermənistanın indiki hakimiyyətini dəstəkləyənlərə də mesajı var ki, görürsünüz, biz yeni silahlar almışıq, yeni müttəfiqlər qazanırıq, müttəfiqlərlə hərbi işimizi gücləndiririk. Deyək ki, Avropadakı müttəfiqlərinə müəyyən mesajlar var Ermənistanın. Amma burada əsas mesajlar İranın mesajlarıdır. Çünki Ermənistanın Azərbaycana ciddi bir mesaj vermək imkanı yoxdur hələ ki. Yəni biraz kobud çıxmasın, Ermənistan təpədən dırnağa silah olsa, Azərbaycanın öhdəsindən gələcək səviyyə çatması mümkün deyil. Amma burada əsas mesajlar dediyimiz kimi İranın mesajlarıdır. İran həm Azərbaycana mesaj verir, həm Türkiyəyə mesaj verir, həm Amerikaya mesaj verir, həm Rusiyaya mesaj verir, həm öz törəmə qüvvələrinə, misal üçün deyək ki, Hizbullaha da, Husilərə də mesaj verir ki, bax görürsünüz, mən hələ ölməmişəm, diriyəm, çox güclü silahlarım var. Yəni İranın bu mesajları çoxdur. Əsas mesajlardan biri Azərbaycana və İsrailədir. Niyə Azərbaycana? Azərbaycanın İsraillə yaxın münasibəti İranın ən çox deyək ki, narahat olduğu, ən çox İranı qıcıqlandıran, İranın bütün planlarını pozan bir münasibətdir. Azərbaycan İsraillə yaxın münasibəti. Deyək ki, İranı
təhdid edən Amerika. Amma İran Azərbaycana hədə gəlir. Azərbaycana mesaj verir. İranı təhdid edən Amerika ilə İsrail. İran Türkiyəyə qarşı yanlış addımlar atmağa can atır. Təsəvvür eləyin, illərdir, 10 illərdir İran blokadadadır. Türkiyə hər zaman İrana dostluq əli uzadır. Amma son Suriya məsələlərində ki, İran qüvvələri oradan çıxmalı oldu. İran Türkiyəyə düşmən kəsildi. Yəni həm gülməli, həm ağlamalı haldır ki, İran oturub öz halını düşünmək, vəziyyətini götür-qoy eləmək, bu vəziyyətdən qurtulmaq üçün planlar işləyib hazırlanmaq əvəzinə hələ də o Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan demiş, hamının binasına, şüşəsinə daş atır. Yəni düşünmür ki, mənim şüşədən olan binama da daş atarlar, çilik siliyorlar. Bəli. Özündə ən acınacaqlı tərəflərindən, o hərbi təlimlərin ən acınacaqlı tərəflərindən biri nədir? İran ermənilərlə ya zəhrə deyib raketlərlə atır. Ya zəhrə. Ermənilərdir. Hara. Yəni İran başını o qədər itirib ki, iblisdən belə yardım istəyir. Mən hər zaman demişəm ki, İranda din yoxdur. İranda din panfarsizmin, paniranizmin maraqlarına xidmət edən bir alətdir, bir vasitədir. Amma bütün bunlara baxmayaraq, misal üçün dünyanın milyard yarımlıq İslam əhalisi qarşısında deyək ki, elə İranın daxilində indi bu pis yaxşı adını İslam dövləti qoyub. Xristianlarla, müsəlmanların düşməni ilə, şiələrin torpağını 30 il işğalda saxlayan, şiələrdə soyqırım aparan, şiələrin məscidlərini donuz damına çevirən bir dövlətlə, bir dövlətin hərbi silahlı qüvvələri ilə təlim aparır, özündə ya zəhrə deyib raketlərdən atır. Çox maraqlıdır ki, həm də bu təlimləri Zəngəzur bölgəsində, tarixi Azərbaycan torpaqlarında Zəngəzur bölgəsində aparır. Yəni bütün bunlar onu göstərir ki, İran, biz hər zaman deyirik, Azərbaycan hakimiyyəti bizə diqqət eləmir. Biz hər zaman deyirik ki, İrandan dost olmaz. Bir zaman Əbülfəz Elçibəy bütün Azərbaycandan danışanda deyirdilər ki, sən İranla münasibətləri pozursan. İndi İlham Əliyev bütün Azərbaycandan danışmır, amma İranın rəsmi qəzetlərində, rəsanələrində, saytlarında İlham Əliyevi, Heydər Əliyevi çox ağır təhqir eləyirlər. Benim müəllim, elə bundan qabaqda da bu, yəni bu dövrdən qabaqda da, bu 20 ilin içində, 20 ildən qabaqda da var idi İranın qəzetlərində, televiziyalarında. Amma düşün, onda bu qədər ilki yox idi bu Güney ilə Quzeyin arasında. Bu xəbərlərin çoxu bəlkə ora gəlib çatmırdı, elə təhqirlər olunurdu, elə Azərbaycan Cumhurbaşqanlarının demək olar onların əleyhinə yazılırdı. Hətta mənim yadıma gəlir ki, mən uşaq idim. Belə Qarabağ adın dükanların şüşəsində yazmaq yasaq idi. Yəni bir dənə Güneyli gəlib Qarabağ yazırdı. Həmən gəlirdilər ki, sən bunu burada niyə yazıbsan, bunu sildirməlisən. Yəni var idi bunlar. Amma indi bu rəsanələr, bu uydular, bu bilmirəm televiziyalar çıxıbdı, biraz çox yazanda görünür. Yoxsa elə əvvəldən var idi da. Siz Araz bəy, mən və mənim kimi milli mövqedə olan adamlar qəti şəkildə bilir ki, Azərbaycan